olan insanları əsasən nə çox narahat edir? Hər gün onlara gələn bu ölüm qorxusu. Məndə nə isə var, mən öləcəyəm. Çünki mən elə bir şeylər hiss edirəm ki, ola bilməz bu, yəni ki, bu pis bir heç nə ilə nəticələnməsin. Yəni gün ərzində o neqativ düşüncələr, bir də ki, bu simptomlar insanı hələ bil yaşamağa qoymur. Həzz almır həyatdan, baxır başqalarına, niyə başqaları rahatdılar, mən niyə bu qədər narahatam, məndə nə var ki? Və həm başqaları ilə müqayisə, həm bədəndəki belirtilər, həm neqativ düşüncələr, yəni insan həyatını baxın belə dəhşətə çevirir. Qalır ki, neyniyim, necə eləyim? Həkimlərə gedir, deyir ki, həkimlər deyirlər ki, həyat tərzini dəyiş, bu psixolojidir, biraz ola bilər vitaminlər yazsınlar və yaxud sakitləşdiricilər falan. Amma məsələn deyir ki, hə, mən dərmanları qəbul edirəm, biraz yaxşı oluram, amma dərmanlar bitdikdən sonra təzədən mənə bir müddət sonra həmin simptomlar da qayıdır. Yəni həyatım təzədən o əvvəlki onlar üçün də belə dəhşətli kimi görünən vəziyyətə qayıdır. Çünki nədən? Sən bir insan kimi həmin insansın. Sadəcə sən xarici belə bu təsirdir də, yəni ki, dərman nədir? Dərman sənə kənardan olunan bir təsirdir. Daxildən axı sən zehnində, düşüncələrində, hələ həyat tərzində, sənin reaksiyalarında avtomatik, yəni burada o qədər kompleks şəkildə insan öz üzərində çalışmalıdır ki, bir mütəxəssislə məsələn və yaxud indi özü çox biliklidirsə, özü çox gözəl, incə, detallı şəkildə analiz edib və uyğulayırsa, yəni boş başa düşməklə heç nə dəyişmir. Başa düşmək işin 50%-dir. Geri qalan 50%-i sən burada hərəkətə keçirsən və ümumiyyətlə hər tərəfli burada səy göstərirsən, çalışırsan. Demək ki, yəni konkret olaraq burada nə lazımdır bizə? İnsanın qavrayışında dəyişiklik edə bilmək. Qavrayışda dəyişiklik olandan sonra artıq orada emosiyalarda dəyişiklik olur, bədəndəki o simptomlar da get-gedə azalırlar. Sonra insanın həyata olan eşqi, həvəsi, həzzi, hamısı bunlar qayıtmış olur. Niyə dərmanla qayıtmır? Çünki dediyim kimi bu daxildən gələn bir dəyişiklik deyil. Bu kənardan olan bir təsirdir insana. Kənardan olan təsir, dərmanı içdiniz, düzdürmü? Bir müddət sizi rahatlaşdırdı, sakitləşdirdi nisbətən və dərmanları siz qəbul etdikdən sonra nə baş verir? Dərmanlar axı zamanla bədəndən yuyulur, keçir, gedir axı. Düzdürmü? Siz ona görə əvvəlki halınıza qayıdırsınız. Çünki siz həmənki insansınız. Siz özünüz dəyişməmisiniz. Ona görə, yəni, məsəl üçün, nevroz olanlar bilir ki, bir ömür boyu hələ özlərini vaxtaşırı müalicə elətdirirlər ildə 2 dəfə falan. İndi artıq özləri belə bir sikıldandır da. O sikıllar zaman-zaman qayıdır. Onlar da o sikıllara uyğun olaraq o müalicəni edirlər. İndi biz, nədən mən danışacağam burada? Səbəblər nələrdir? Yəni ki, nevroz axırda sizdə bu panik ataklar əmələ gəldi, nevroz, OKP hər nədirsə, hipoxondriya olsun, nevrosteniya, heç fərqi yoxdur. Kardionevroz deyirlər, indi kardionevroz məsəl üçün köhnə bir termindir. Hə, indi məsəl üçün deyirlər somatoform pozuntular falan. Yəni sən bədəndə hiss edin hər bir şey, nə hiss edirsiniz və o səninki çox qorxudur bu. Vulkanın hələ bir üst hissəsində püskürüb artıq özünü səndə göstərib ki, yəni sən bu artıq pik nöqtəsidir də, bildiniz necə? O qədər sən özünə qarşı, o qədər sən həyatında zehnin, o qədər qavrayış səndə artıq belə çevrilib ki, yəni yetkin insanın qavrayışı, yetkin insanın həyatına, özünə baxışı, insanlara, onlara davranmağı tam başqadır. Burada biraz insanın tam yetkin olmaması var. Yəni necə? İndi izah edəcəyəm. Əvvəldən bu insan artıq illərdir bu sürür, illərdir. Bax, bu mütləq belədir. Yəni, bu bir ilinin nəticəsində demək olar ki, yaramır da. Bu uzun müddət insan belə yavaş-yavaş dəyişir, düzdürmü? Demək, nə baş verir? Sən bu belə deyək də, nevrozun hələ bil ki, fəlsəfəsi. Yəni, nevrozu yaradan bir səbəb, əsas nədir? Yəni, odur ki, istəmirəm bəzi şeyləri etmək, istəmirəm, amma vacibdir, məcburam etməliyəm və yaxud çox istəyirəm nələrsə etmək, amma olmaz. Müəyyən bir səbəblərdən. Yəni ki, burada çoxlu daxili maneələr var, daxili qadağalar var. Qadağalar, yəni ki, müxtəlif cürəbəcür
özdə çoxdur, az da deyirlər. Əlbəttə ki, bu zamanla kimlərinsə sənə olan münasibətinin nəticəsində yaranıb. Düzdürmü? Sənə qarşı necə davranılıbsa, sən də zamanla başlamısan özünə qarşı o cür davranmağa, bunu normal qəbul etməyə. Amma o normal əslində anormaldır. Yəni sənin üçün. Ona görə də bu cür bir pozuntuya gətirib çıxarıb. Məsələn, insan, bax qadınlar var ki, danışıram, nevroz olan məsələn qadınlarda bunu hamısı bir-birinə desə, eşidəcəklər ki, təsdiqləyəcəklər ki, bu belədir. Onlarda məsəl üçün ailəlidirlərsə, deyirlər ki, məndə artıq heç cinsi istək falan qalmayıb, istəmirəm də, amma yoldaşım məsəl üçün istər və mən ona belə deyim də, ailəmin qorunması üçün, ailəm dağılmasın deyə, məndən bu insan soyunmasın deyə mən özümü məsələn buna məcbur edirəm. Amma əslində heç istəmirəm. Bax, bunu hamısı deyir. Amma müalicələr, amma psixoterapiya getdikcə zamanla o qadınların özlərində də bu istəklər yaranır, həqiqi mənada. Yəni yoldaşına doğrudan indi ümumi olaraq belə münasibəti yaxşıdırsa, ümumi olaraq burada münasibətlər yəni az çox əvvəldən pis olmayıblarsa, yaxşı olublarsa. Yəni ki, həyatında o qədər məcburiyyətlər var. Məsələn də, mən mütləq filan xörəkləri mən bişirməliyəm, mən filan şeyləri və yaxud kişilərdir, mən ailəm üçün hər ay bunları etməliyəm, mən hər həftə məsəl üçün onları mütləq filan yerə aparmalıyam, mütləq bunu etməliyəm, mütləq. Yəni ki, vaciblər başqaları ilə bağlı o qədər çoxdur ki, başqasını məmnun etməyəndə vicdan əzabı çəkir ki, mən yaxşı adam deyiləm və onun üçün önəmlidir özü ilə bağlı onda o düşüncə olsun ki, mən yaxşıyam, mən pis biri deyiləm də, mən vicdanlı bir insanam. Amma ki, yəni başqalarını məmnun etdikcə, özünə yox dedikcə və yaxud özünə yox dedikcə nə baş verir? Tələbatları harda ki yox demək istəyir, harda ki hə demək istəyir, tələbatlarını siz necə təbii olaraq göz yumur. Tələbat da nədir? Yəni həyata gəlmişik və hər bir insanın cürəbəcür tələbatları var. O tələbatlarını biz necə görməyəndə, eşitməyəndə, susturanda, belə bastıranda başqalarına görə, cəmiyyətə görə, oğlum uşağıma görə, nə bilim, uşağım məndən bunu istəyir, bunu tələb edir, onu tələb edir, ərim bunu istəyir, və yaxud arvadım bunu istəyir, qaynanama bu lazımdır, ona bu lazımdır və ona buna işdə də işləyəndə mən bir işçi kimi belə çox punktual olurlar, çox çalışırlar, hər şey dəqiq eləsinlər, özlərinə qarşı çox tələbkardırlar da bir sözlə. Yəni, başqalarına qarşı bir sözlə vicdanlı, özünə qarşı vicdansızdılar bu insanlar. Yəni, nəticədə bir insana vicdansızlıq elədikcə o insanı neynirsən, sən heç eləyirsən, düzdürmü? O insan get-gedə çökür. Yəni ki, burada nevrozun əmələ gəlməməsi mümkün deyil ki, yaranmasın. Başa düşdünüzmü necə? Və ona görə də zamanla siz baxırsınız, mən illər boyu nələrdən imtina etmişəm. Bu ola bilər, hansısa, məsələn də ola bilər, işdən çıxmışsınız, evdə oturmuşsunuz, çalışmamışsınız. Və yaxud ərə gedəndə sizə deyiblər ki, yox, sən filan adamlarla görüşəcəksən, filan adamlarla görüşməyəcəksən. Sən gedəndə ancaq, məsəl üçün, bu cür giyinə bilərsən, filan şeyləri sənə qoymuruq. Yəni, bu hələ mən belə çox primitiv şeyləri deyirəm də, düzdürmü? Məsəl üçün, yemək bişirir, hamıya hər şeyin yaxşısını qoyur, tutalım ki, özü gedib, məsələn, qazanın dibindəkini yiyəcək ki, qoy hamısını doyunca olsun, yeməkləri falan. Yəni, bu insanlar özlərini, baxsan, hər bir şeydə, yuxusunda, yeməyində, dincəlməyində, gəzməyində, bütün ona nə rahatçılıq verərsə, nə məmnunluq verərsə, özü ilə bağlı orada hər şeydə dəhşətli dərəcədə qısıtlama var. Və bu qısıtlamaları yavaş-yavaş bunları hamısını əksinə getdikcə, qısıtlamaları azaltdıqca sən sərbəstləşirsən, amma sən necə görürsən ki, sən həzz almağa başlayırsan, amma ətrafındakilərdə məmnunsuzluq yaranır, sən onlara qarşı dəyişmirsən. Onlara qarşı sən dəyişdikcə onlar da
başlayır sənə öz belə müxtəlif aqressiyalarını da göstərməyə də. Məsəl üçün verbal olaraq, məsəl üçün də belə deyirlər, sən axı belə deyildin, sən dəyişmisən, sən əvvəl daha yaxşı insan idin, sən elə idin, sən belə idin. Bunu hələ yumşaq şəkildə mən deyirəm də. İndi ola bilər biraz daha kobud şəkildə evin içində bir narsist falan varsa, onu əlbəttə ki, daha aqressiv şəkildə, passiv aqressiya ilə göstərə bilər, danışmaya bilər o adamla, ignor edə bilər və o insanlar çox zaman görəndə ki, filan kəsin mənə münasibəti dəyişib, həmən özünü başlayır pis hiss eləməyə. Yox, mən yaxşı insan deyiləm. Mən hələ əvvəldən necə edirdimsə, qoy elə də eləyim. O daha düzdür, daha yaxşıdır və ona görə bu bir tələdir, tələyə düşmüş olur. Yəni bu həqiqi bir psixikanın sizinlə oyunudur, tələsidir. Siz çünki insan ümumiyyətlə yeni nə isə edəndə, yeniliklər hər bir insanın adi bir insanıdır və yəni vacib deyil nevroz olsun insanda. Hər bir insanı yeni nələrsə biraz qorxudur hardasa, həyəcan verir ona, necə olacaq, nə edəcəyəm. Yəni ki, yeni nədir? Yeni odur ki, bəlirsizlikdir də, sən bilmirsən bunu edəndən sonra nələr olacaq. Çünki sən bunu heç vaxt eləməmisən. Amma elədiyin bir şeylərin nəticəsini hər zaman görmüsən və o sənə lap pis də təsir eləsə, öyrəşmisən deyə, yəni sənin də psixikan ondan yapışacaq ki, sən hələ yenə də onu eləyəsən. Çünki tanış hər bir şey bir insan üçün daha az qorxuludur, nəinki yeni bir şey. Ona görə burada tələ bir neçə dənədir. Burada həm psixika səni köhnəyə qaytarmaq istəyir ki, yeni bir şey eləməyəsən, yeni nələrsə sənə qorxu, həyəcan, təşviş yaradır. Bu bir. İkinci tələ odur ki, sən düşürsən insanların tələsinə, çünki onlar sənə qarşı başlayırlar dəyişməyə və sən də buna dözə bilmirsən, sən bunu qaldıra bilmirsən. Yəni nevrotik şəxsiyyət pozuntusu olan insanların hamısı, bunu bütün psixoloqlar, psixiatrlar bilirlər ki, ən rahat bizim üçün olan pasiyentlərdir. Çünki adamı eşidirlər, başa düşürlər, o insanlarda yəni həm nəticələri də yavaş-yavaş alırsan, görürsən, onlarda dirənmə, belə dirənc göstərmək, qarşı çıxmaqda, hələ bir psixoterapiyaya daxili maneələri o qədər çox olmur. Nəinki, məsələn, başqa pozuntularda, nəinki, məsəl üçün, borderline-da, narsistlərdə və qaçınan şəxsiyyət pozuntusunda, asılı şəxsiyyət pozuntusunda. Məsələn, bax, burada ancaq nevrotik şəxsiyyət pozuntularının içində indi biraz kənara çıxıram da, OKP olan şəxslərdəki, yəni sırf burada qabarıq olan OKP-dirsə, orada onlarda dirənc, orada qarşı durma, elə bilin ki, psixoterapiyanın metodikalarına, texnikalarına qarşı daha çoxdur. Çünki inamsızlıq orada çox dərindir. Oradakı inanclar çox belə deyim də, metaforik mənada çox dəhşət, çox dərinə kök buraxıblar, kök salıblar onun üçün. İndi belə, yəni ki, nevroz olan insanlar görəndə ki, insanların davranışı sənə dəyişməyə başlayır, ondan qorxub dala çəkilməməlidirlər. Sadəcə o insanlara zaman verməlisiniz. Onlar sizin dəyişiminizə alışdıqca, öyrəndikcə qəbul etməyə başlayacaqlar. Çünki siz onların həyatında hər zaman lazımlı bir insanlar olmusunuz. Sizi itirmək onlar həqiqətən də istəmirlər. Və əksər hallarda da itirmirlər. Sadəcə onlar da sizə qarşı artıq öyrəşirlər də davranışları sonra təzədən yumşalmağa başlayır. Amma elə insanlar var ki, həqiqətən də onlar biraz çox sərhədləri pozan insanlardılarsa, onları siz nəzərə alın ki, itirə bilərsiniz də. İndi mənəvi mənada və yaxud ümumiyyətlə də tamamən həyatınızdan çıxa bilər. Amma yəni nəzərə alın ki, siz burada tamamən, yəni psixoloji durumunuzu tamamən düzəltmiş olursunuz. Yəni belə deyə də sağalmış olursunuz, düzdürmü? Ona görə bu ona dəyər. Yəni bəzi insanları həqiqətən də tamamən itirməyə dəyər. Amma ki, yəni burada belə deyim də sizə itirməyə də bilərsiniz, əgər heç itirməyi istəmirsiniz. Sadəcə burada əlbəttə ki, artıq kommunikasiya başqa bir səviyyəyə gələcək. Sizin o insanla olan ünsiyyətiniz hansı səviyyədə isə dəyişəcək orada səviyyəm. Yəni başqa variant yoxdur burada. Amma ki, yəni belə deyək də, siz burada bir çox gözəl şeylər əldə edirsiniz. Yəni deyirəm, bu ona dəyər. Burada psixikanın oyunu çox maraqlıdır və nədən ibarətdir? Demək,
Bax, bu çox önəmli, ən önəmli olan məqamlardan biridir. Yəni insanlarla olan tələni sizə göstərdim. Bu ikinci tələyə də indi diqqətlə dinləyin. Burada nə baş verir? Siz yeni nələr etdikcə, dediyim kimi axı adi insanlar üçün də, yəni nevroz falan yoxdursa, yenə də yeni nə isə edəndə bu təşviş keçirir, həyəcan keçirir, düzdürmü? Amma nevroz olan insan da o həyəcan, o təşviş, o qorxu, yəni ki, neçə qat çoxdur da. Və yeni sən nəsə edəndə, bax, sən yeni nəsə edəndə sənin psixikan, sinir sistemin hamısı gərgin vəziyyətdə olur, düzdürmü? Onu yeni nə isə etdikdən sonra, bax, məsəl üçün səndə sosialfobiya varsa da, sən panik ataklarla bağlı, səndə aqrofobiya zad falan yaranıb, sən yəni ki, insan arasında çox elə çıxmamağa başlamısan, sən psixoterapiya başlayandan sonra başladın daha çox insanlar arasına çıxmağa, düzdürmü? Və indi gör nə baş verir, bu yeni bir şeydir axı sənin üçün də, çoxdan bunu eləmirsən, əvvəllər edirdin, indi etmirsən və sən, məsəl üçün, bunu etdin, bu gərginliyi dözdün, yaşadın, sən gələndən, qayıdandan sonra məsələn evdə axı sən artıq belə boş buraxırsan özü, o moment hələ bir psixika keçir, ataka, yəni ki, sən ona gərginliyi yaşatdın, o da sənə təzədən bədəndə belirtiləri verir. Yəni, sən yeni nə isə edirsən, o gərginliyin nəticəsində yenə sən, ola bilər, evə gəldin, tutalım ki, baş gicəllənmə, ürəyin çarpması falan, yəni bu gərginliyin nəticəsində yaranır və insan deyir ki, yox, bu mənlik deyil, yox, mən nahaq bu işlərə başladım, heç hamısı boş şeydir, lazım deyil, elə evdə oturmuşam özüm üçün bir təhər evdən, məsəl üçün də online işləyərəm, nə eləyərəm, belə eləyərəm, elə eləyərəm, amma ki, yox, mən gedirəm, mən gəlirəm, daha da pis oluram. Bax, bu insanı çaşdırır və insan köhnəyə qayıda bilər. Xeyr, sən bu dəfə çıxdın, gəldin evə, o gərginliyi yaşadın. Məsələn də, mən bir nümunə götürürəm də, insanlar arasında çıxmaqdan məsələn burada. Sən gəldin evə, sən yenə də ola bilər, ürəyin başladı çarpmağa, daha tez vurmağa, nə bilim, ola bilər ki, başın gicəllənməsi biraz çox oldu. Hər nədə, nə isə hiss elədim, mədə bağırsaqda ola bilər, bir də görürsən ürəyi bulanma başladı, bir də görürsən burada düyümlənmə daha da çoxaldı və bu səni qorxudur ki, əşi bu məndən keçib gedən deyil. Yox, sən gələn dəfə, o biri dəfə, sən hər dəfə çıxdıqca, sən bunları elədikcə, bu mütləqdir, bu %100 belədir. Sən yenə evə gələndə get-gedə səndə o belirtilər azalacaq. Yəni, burada nə baş verirsən, elə bil ki, lap əvvəllər, haçansa yetkin bir insan həyatı yaşayırdın, çıxırdın, gözürdün, hər bir şey eləyirdin və heç nə də hiss eləmirdin, normal idin da, sənin fikrin ürəyimin yanında deyildi, ay bu niyə belə oldu, niyə mənim başım dönür, niyə gözümün qabağı qaralır. Yəni, həm bunlar baş vermirdi də səndə, baş versə də o qədər xırda olurdu ki, ona önəm ona görə də heç vermirdin, düzdürmü? Çünki zaman-zaman hər birimizdə ola bilər. Az yatırıqsa, yemək, məsəl üçün, gün ərzində çox az yemişiksə, işimiz çox olubsa, ola bilər də bir gözün qabağı qaraldı. Nədən? Hə, az yemək yemişsən, az yatmışsan, təzyiq düşüb, amma sən səndə nevroz olmayan da sən buna fikir vermirsən, başa düşdünüzmü? Amma nevroz olan şəxs daim gərgindir deyə, o simptomlar onda biraz daha güclüdür başqalarına nisbətən. Ona görə təbii olaraq fikri qalır o simptomların yanında. Fikri simptomun yanında qaldıqca simptom da çoxalır. Yəni, birincisi, həm o simptomlardan qorxmamalısınız. Sizin tələnizlərdən biri də budur ki, simptomlardan hədsiz qorxursunuz. Və simptomlar sizə hələ bir bu nevrozdan azad olmağı qoymur. Yəni, siz əsas odur ki, yeni nələrsə edəndə, istədiyiniz hər bir şey edəndə, istəmədiyiniz nə varsa ya, məsəl üçün, o necə bayaqları dedim ki, yoldaşıyla özü, məsəl üçün də intim əlaqəyə özünü məcbur edir ki, ayda birdən mənə qarşı dəyişər, mənə xəyanət eləyər, başqasını sevər, nə bilim, cürəbəcür şeylər deyirlər də. Yəni, sən, məsələn, açıq-açıq deyə bilərsən ki, mən görürsən ki, son zamanlar çox elə də özümü yaxşı hiss etmirəm, mən indi yavaş-yavaş bu vəziyyətim dəyişdikcə, mən bilirəm ki, bu bizdə, münasibətimizdə yenə normaya düşə bilər, düşəcək, yəni. Əvvəlki, yəni də, əgər əvvəldən hər şey daha yaxşı idisə. Baxın belə, yəni insan deməyib, qorxub, utanıb, çəkinib, müxtəlif də səbəblər burada var. Həm müdafiə mexanizmdir da.
psixikanı sizi yəni ki qoruyur ki, onda sən gəl indi burada özünü intim əlaqəyə məcbur elə, yəni ki məcbur eləməsən, sən gələcəkdə o insanı itirsən, sənə o daha ağır təsir edir. Bu ondan daha az ağırdır. Bu ondan daha asandır. Düzdür, bu da ağırdır, amma ona baxanda sən bunu seçsən, onu yaşamazsan. Bax, belə psixoloji hələ bir oyunlar gedir psixikanın. Halbuki bu müdafiə mexanizmi ümumiyyətlə psixikanın pozuntu varsa, psixoloji durumda dəyişikliyi varsa, o mütləq deməli müdafiə mexanizmlarını da aradan qaldırmaq lazımdır. Yəni bunları hamısını insan özü izləyə bilirsə, anlaya bilirsə, aradan qaldıra bilirsə, dəyişiklik edə bilirsə, yəni bunu insan həqiqətən özü də edə bilər. Sadəcə burada nə baş verir? Nevroz olan insanlar get-gedə daha da qorxacaq insanlara çevrilirlər. Yəni lazımdır siz qorxacaqdan yavaş-yavaş cəsarətli insana çevriləsiniz. Yəni nələrsə etdikcə, insanlarla ünsiyyətdə yoxları daha çox dedikcə, istədiklərinizi elə bilin daha yeridən də, öz istədiklərinizi bunları etdikcə siz dala çəkilməyəsiniz o insanların sizə münasibətini dəyişməsini görəndə. Çünki onlar zamanla sizə uyğunlaşacaqlar. Siz necə uyğunlaşdınız onların tələblərinə? Düzdürmü? Yəni məcbur buraxdınız da özünüzü. Amma əslində məcbur deyildiniz də. İndi insan deyir ki, yox qoy, bilirsiniz necə burada dini nöqteyi nəzərlər də çox böyük rol oynayır. Necə? Yəni dində qayda məsələn belədirsə, ər qadının sözünə, qadın ərin sözünə qulaq asmalıdır, ona tabe olmalıdır, onun sözündən çıxmamalıdır. Amma ki, kişinin də qoyduğu qaydalar, yəni norma çərçivəsində olmalıdır da. Yəni insanın ruhunu, mənliyini əzən, şəxsiyyətini darmadağın edən bir qadağalardırsa, əlbəttə ki, o qadağalara sən qarşı çıxmaqla burada sən günahı işləmirsən. Çünki həqiqətən də bax bu nöqteyi nəzərdən də baxan insanlar var. Bildiniz necə? Bu nöqteyi nəzərdən baxır. Əslində bu da onun müdafiə mexanizmidir. Niyə? Niyə hər şey tabe olur? Hər bir qadağaya, hər bir məcburiyyətlərə razı olur, boyun ələyir. Bir dənə ona görə ki, əldə etdiyi nə varsa, ərdir, uşaqdır, nə bilim nələrdirsə də o insanların ona xoş münasibətini itirməsin. Amma halbuki burada xoş münasibət nələrin bahasına alınıb? Yəni ki, siz nələr ödəyirsiniz, siz nələr verirsiniz ki, o sizə istədiyiniz o davranış müəyyən qədər hər zaman gördüyünüzü onlardan görəsiniz. Yəni əslində bu nevroza gətirib çıxarırsa, deməli bu qədər özünə göz yummaq tələbatlarına, istəklərinə, psixikanın oyunlarına getməmək falan, yəni bunların hamısını nəzərə almaq lazımdır. Bunlar hamısı bu səbəbləri aradan qaldırdıqca nevroz da yavaş-yavaş insandan uzaqlaşmağa başlayır. Nevroz ola bilər, panik ataklar, yenə deyirəm, OKP olsun, nevrosteniya olsun. Yəni düzdür, OKP-də tutalım ki də, orada metodikalar, bir neçə dənə orada cürəbəcür texnikalar var ki, hansı artıq insanın həyatına baxırsan, obsessiyalar nə ilə bağlıdır, kompulsiyalar nə ilə bağlıdır və onlara sırf yönəlik də var, amma əlbəttə ki, ümumiyyətlə insanın orada da qavrayışında dəyişiklik etməsən, həyatında heç bir dəyişiklik olmur. O durumunda, psixoloji vəziyyətində müsbətə doğru heç bir dəyişiklik ola bilməz. Yəni burada siz heç nə etmədən ancaq dərman müalicəsi ilə bu nevroz bir ömür boyu insanla hələ bir yaşayır, davam edir. Hələ sizin bir, necə deyim sizə, qonaqdır da gəlib və ömürlük qalıb evinizdə və heç yerə də getmir və istədiyiniz bir qonaq da deyil, istədiyiniz bir insan da deyil bu. Yəni heç istəmədiyiniz bir insan və oyla dam altında bir ömür boyu yaşayırsınız da. Hələ bu daha asandır bəlkə də, nəinki nevrozla yaşamaq. Yəni baxın belə, ölüm qorxusuna gətirən səbəblər bunlardır da. Çünki insan daim gərgindir, çünki özü istədiyi həyatını yaşamır, düzdürmü? Halbuki o qədər öyrəşib bu həyatı, çox öyrəşib. Elə bilir ki, hələ həyat bundan ibarətdir, həyat belə də olmalıdır, normaldır. Yəni insan özündən nələrsə qurban verə bilər. Yəni ki, qurban vermək də düzdür, sən, necə deyim sizə,
İnsan başqasına anlayış göstərmək lazımdır, normaldır. Ailədə bir-birinə anlayış göstərməsən, eləməsən, o necə, yəni ailədə möhkəmlik necə yaranır? Amma bir var sən anlayış göstərmək, bir var özünü qurban etmək və nəyə görə? Yəni səbəblər orada müxtəlifdir də, nələrə görə? Əsasən başqalarına görə də, yəni kimə görə ki? Amma sən elə bilirsən, sən bunu özünə görə eləyirsən də, əslində özünə görə eləyirsən bunları. Əslində başqalarına elə bir başqalarının qaydalarına, qaydaları ilə başqalarının qoyduğu qaydalarla yaşamaqla əslində sən bunu əlbəttə ki özün üçün edirsən, özünü daha yaxşı hiss edəsən, amma tam əksi olur. Özünü get-gedə daha da pis, daha da çətin, daha da ağır hiss eləməyə başlayırsan. Yəni baxın belə mən əlbəttə çox aydın şəkildə izah etdim. Amma bu çox belə asan bir yol deyil. Bunu məsələn də bax belə deyim. O insan ki kimin həyatında nevroz 10 ildir, ona heç olmasa 1 il lazımdır ki nevrozdan azad olsun. Çünki yavaş yavaş çünki bilirsiniz necə bu psixoloji durumda dəyişiklik, qavrayışda dəyişiklik, hər bir şeydə də müsbətə doğru dəyişiklik, psixoterapiya deyək də buna. Əgər bu psixoterapiya üsulu ilə eləyirsinizsə, özünüz eləyirsə bu yenə terapiyadır, psixoterapiya. Sadəcə özünüzün elədir. İstər özünüz eləyin, istər psixoloqun dəstəyi ilə bunu eləyin. Amma ki bu belə bir yoldur ki, burada 10 addım irəli, 3 addım geri. 20 addım irəli, 5 addım geri. Amma sayanda görürsən ki, sənin irəli getdiyin addımlar mütləq daha çoxdur, nəinki dala getdiyin. Çünki müxtəlif tələlər olacaq. Çünki insanlar tərəfdən tələ olacaq orada, sənin psixikan tərəfindən mütləq və mütləq olacaq. Yəni o səni dala çəkmək istəyir. O səni köhnəyə qaytarmaq istəyir. Psixika tənbəl olur. Psixika yeni heç nə istəmir. Psixikaya çox bu lazımdır. Yeni bir şey insan üçün belə hava su kimi lazımdır da. Yeni ona müsbət nələrsə gətirirsə, ona mütləq lazımdır. Yenilər tələbatlara daxildirsə, sənin tələbatındır bu. Əslində sənin üçün bu normal bir şeydir. Amma sən onu o qədər etməmisən ki, sənin üçün o qədər uzaqdır ki bu. Sən heç anlamırsan ki, bu sənin tələbatındır. Yəni bir sözlə də sən bu yolda sən bunları düzəltdikcə sənə birinci zaman lazımdır, səbir lazımdır. Və anlamalısan ki, bu 1 günün, 5 günün, 10 günün içində baş vermir. Bu aylarla sən səviyyə belə qalxacaqsan. Başa düşdün necə? Məsəl üçün qalxdın, hələ bir 1-ci mərtəbədən 5-ci mərtəbəyə ola bilər. Sonra sən 4-cü ilə 5-ci arasında qalasan bir müddət. Sonra yenə biraz qalxdın, sonra yenə biraz qalxdın. Elə sən tamamilə normal, əsl yetkin bir insana çevrilirsən, cəsarətin yetərincə olur. Yoxsa nevroz olan insanlar nədir? Çox adi bir şeylərdən böyük qorxu keçirdirlər, eləmək istəmirlər. Çünki burada regressiya baş verib. Yəni insan daim inkişafda olmalıdır da. Daim olmasa da arada pauzalar ola bilər. Eyni vəziyyətdə qalmısan, dayanmısan da hələ bil. Sonra yenə inkişafdır. Düzdürmü? Yəni regressiya, yəni dala getməkdə bir var progress, sən inkişaf edirsən, bir var progressin əksi də dala gedirsən. Düzdürmü? Yəni nevrozdur, ümumiyyətlə pozuntular nədir? Onlar hamısı regressiyadır. İnsanın uşaq dönəmlərində olan psixoemosional vəziyyətinə dönməsidir. Başa düşdünüzmü necə? Yəni ola bilər kənardan həmin bir şey deyirəm, ola bilər o qədər özgüvənli, o qədər bacarıqlı insan kimi görünür ki, düzdürmü? Yəni həyatında baxırsan, karyera falan var, amma mütləq orada axsayan nələrsə var. Ya heç bir dostluqlar yoxdur, yəni hansısa bir pozuntular olan insanlar ya şəxsi münasibətlərdə hər zaman çox belə karşı deyirlər, çox qatma qarışıqdır. Heç vaxt normal bir uzun müddətli, möhkəm sürən orada münasibətlər olmur, ola da bilməz. Və yaxud deməli onun professional həyatında və yaxud hər ikisi. Yəni nevroz da bu nevrotik pozuntudur da, bu da həmçinin. Yəni bütün pozuntularda regressiya var. İnsan uşaqlığa doğru gedir. Orada nələrsə yolunda gelmir. Çünki tam yetkin insan deyil. Və yetkinliyə çatmaq üçün insan hər bir şey eləməlidir. Yetkin insan həyatı belə dolu-dolu yaşayır, rəngarəng yaşayır, həzz alır həyatdan. Bu qədər.
Yəni siz bu nevrozu aşdıqca da günbəgün o ölümdən olan o qorxunuz var ha, ölümlə bağlı. O da itir gedir. Çünki o gərginliyiniz üzərinizdən gedir. Çünki həyatınızda yaratdığınız gərginliklər insanların təsiri altında siz özünüzdə yaratdığınız o cürəbəcür qadağalar, qaydalar falan, bunlar azaldıqca gərginlik azalır, azalır negativ düşüncələr və avtomatik olaraq ölüm qorxusu da azalır. Belə bu qədər.